Bağışlayan və mehriban Allahın adı ilə, günahsız bir gün keçirmək diləyi ilə, salam əziz və hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Şiənin alimə xanımlarını izləyirsiniz. Qadının rolu cəmiyyətin islahı və uca insanlar yetişdirməkdir. Qadına uca insan gözü ilə baxsanız, onun təkamülünün, hüququnun və azadlığının nə olduğu bəlli olur. Qadına uca insanlar yetişdirən və cəmiyyəti islah edən bilən amil kimi baxsanız, onun kim olduğunu və azadlığının necə olduğunu bilərsiniz. Qadına ailənin əsas elementi kimi baxın. Ailə kişi və qadından təşkil olunsa da, onu qurmaqda onların hər ikisi təsirli olsa da, lakin ailə mühitinin asayişi və evdə olan dinclik və aramlıq qadına və qadınlıq xarakterinə görədir. Qadına bu gözlə baxsınlar. Bu zaman onun necə təkamülə çatdığı və hüququnun nə olduğu məlum olar. İmandan, İslamdan, dözümlülükdən, sədaqətdən, insan, İslam və cəmiyyət dəyərlərini əldə etmək yolunda çalışmaqdan söz düşdükdə Allah Taala buyurur: Müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, sadiq kişilər və sadiq qadınlar, dözümlü kişilər və dözümlü qadınlar. Bu ayədə mənəvi dəyərlər üçün 10 xüsusiyyət sayılır. İslam, iman, mütilik, sədaqət, dözümlülük, Allahdan qorxmaq və digər məsələlər. Qadın və kişi bu meydanda çiyin-çiyinə hərəkət edir və irəliləyirlər. İslam bu ayələrdə cahil cəmiyyətlərdə həmişə kişilərin, hətta qadınların vasitəsilə pərəstiş olunan kişi hökmranlığı bütünü sındırır. Siyasi və ictimai məsələlərdə qadının beyət etməsini lazımi və aktual bir iş kimi təqdim edir. Bəli, əziz tamaşaçılar, qonağımız isə dəyərli ilahiyyatçı Ülkər Muhamməddir. Salam Ülkər xanım, xoş gəlmisiniz. Aleykümselam, xoş gördük sizləri. Ötən verilişimizdə biz Peyğəmbər Salawatullahın xanımlarından danışdıq, sadalayırdıq ki, mövzumuz bitməmişdi. İnşallah bugün davam edir o mövzu üzərində Peyğəmbərin xanımları haqqında danışaq. Buyurun. Bismillahirrahmanirrahim. Bəli, biz Peyğəmbərin xanımlarının adlarını çəkirdik Bəli. və onların arasında, öncədən zikr olunmamış, onlar haqqında məlumat demədiklərimizin də məlumatını verirdik ki, son sözümüz Ümmü Şərik haqqındaydı ki, xanımı İslam dinini qəbul etmişdi, alimə bir xanım idi və eyni zamanda təbliğ eləyirdi. Dini, Peyğəmbərin dinini təbliğ eləyirdi və gizlincə Qureyş xanımlarının evinə gedirdi və onları İslama dəvət edirdi. Və orada biz bir rəvayəti Bəli, nəql etdik ki, xanımı Səhrada olan, sürgün bəli. edirlər və orada bir möcüzə baş verir. Xanımı susuz gün qabağında saxlayırlar, əziyyət eləyirlər və xanıma gələn o su səbəb olur ki, onunla bərabər, yəni onu Mədinəyə çatdırmağa vəkil olunmuş insanlar bunu etiraf etsinlər ki, sənin dinin bizim dinimizdən üstündür. Bəli. Yəni burada da İslam dininin gözəlliyi, nə qədər gözəl, düzgün, doğru və ədalətli Bəli. din olduğunu göstərə bilərik. Və Ümmü Şərik haqqında, həmin mövzumuzun ardı olaraq, xanım bu hadisədən sonra o yanındakılardan azad olur və özünü yetirir Peyğəmbərə, yəni Mədinəyə çatır, daxil olur Mədinə şəhərinə və özünü çatdırır Peyğəmbərin xidmətinə. Və Peyğəmbərin yanına gedir, Peyğəmbərlə görüşür, Peyğəmbərə öz dinini iqrar edir, yəni şəhadət gətirir və Peyğəmbərə təslim olur. Yəni necə? Peyğəmbərdən istəyir ki, onu öz əqdini alsın, yəni niqahını alsın. Bunu istəyir Peyğəmbərdən və Peyğəmbərin təyin elədiyi mehriyəni də ona bağışlayır. Yəni adətən bizdə, Bəli. niqahın qaydası budur ki, əgər əqd oxunursa, xanım tərəfindən bir mehriyyə təyin olunmalıdır. Bu mehriyəni də bizim hətta hədislərimizdə də var ki, xanım əqd oxunandan sonra mehriyyəsini həmin anda yoldaşına bağışlasa, böyük savabı var. Dünya və axirətində böyük savabları var, qeyd olunur. Və xanım Ümmü Şərik həmin xanımlardandır ki, mehriyyəsini bağışladı. Yəni Peyğəmbərə tamamilə təslim oldu. Və Peyğəmbər sallallahu əleyhi onu öz izdivacına alır və hətta bizim Əhzab surəsi 50-ci ayəmizdə yazılır ki, həmin bu xanımın haqqında nazil olub. Yəni oradakı
ayədəki o nöqtə bu xanıma, yəni Ummu Şərikə aiddir ki, Əhzab surəsi 50-ci ayədə buyurur ki, peyğəmbərin onunla evlənmək istədiyi təqdirdə özünü peyğəmbərə bağışlamış olan, yəni mehriyyətsiz özünü peyğəmbərə ixtiyarında qoydu. Hər hansı möminə qadın yalnız sənə məxsusdur. Yəni bu işi görən qadın sənə məxsusdur ey peyğəmbər. Və başqa möminlərə bu icazə verilməyib. Yəni bu şey onlar üçün deyil. Bu iş onlar üçün deyil. Yəni bu xanım ki sənə mehriyyəsini bağışlayıb və sənə tamamilə təslim olub və sənə sadiq olaraq gəlibsə, bu xanım yalnız sənə məxsusdur. Ayədəki bu hissə yazılır ki, həmin bu Ummu Şərik haqqında nazil olub. Çünki tarixdə ikinci bir şəxs, yəni qeyd olunmayıb ki, bu hərəkəti etsin, yəni bu işi görsün, öz mehriyyəsini bağışlasın və təslim olsun tamamən peyğəmbərə. Yəni bu da xanımın nə qədər abid, dindar və İslama bağlı, peyğəmbərə itayətkar, peyğəmbəri sevən, dinini sevən bir xanım nümunəsini göstərir bizə. Həqiqətən də Ummu Şərik həmin o xanımlardandır ki, peyğəmbərin razılığını qazanmışdı. Və 13-cü xanım ki, bunun da adı qeyd olunur, peyğəmbərin xanımlarından Zeynəb binti Xuzeymə adında bir xanım idi ki, bunun da adı qeyd olunur və peyğəmbərin sağlığında, yəni bu sadaladıqlarımızın içində peyğəmbərin sağlığında bəziləri dünyasını dəyişmişdi. Və hətta deyirlər ki, həmin Zeynəb binti Xuzeymə də həmin xanımlardandır ki, peyğəmbərin sağlığında dünyasını dəyişib və çox az bir müddət peyğəmbərin yanında olub. Və tarix yazır ki, peyğəmbər dünyasını dəyişən vaxtı, yəni vəfat edəndə peyğəmbərin nigahında 9 xanım var idi. 9 xanım var idi. Onlar kimlər idi? Ayşə, Həfsə, Ummu Sələmə, Sudə, Zeynəb bin Cəhş, Meymunə binti Haris, Ummu Həbibə, Səfinə bin Hey bin Əxtəb və Cüveyrə binti Haris Əl-Xəzai. Bu xanımların adı çəkilir ki, bu xanımlar peyğəmbərin vəfatında 9 nəfər qalmışdı peyğəmbərin xanımlarından və onların arasında peyğəmbərdən sonra ilk dünyasını dəyişən, belə deyək, peyğəmbərə ilk qovuşan Zeynəb bin Cəhş olub ki, xanım, yəni digər xanımlardan öncə dünyasını dəyişmişdi və həmin o xanımlar içində əksəriyyəti peyğəmbərin razılığını əldə etmiş xanımlar idilər. Bəli. Ülkər xanım, bəs peyğəmbərin xanımlarından və peyğəmbər yaxınlarından başqa hansı alimə xanımlarının adını çəkmək olar? Əslində tarix, belə deyək, çox xanımların adını çəkib, hətta bu xanımların adının əlifba sırası ilə də yazılmış bir siyahısı var ki, yəni əlifba sırasından, yəni ərəb əlifba sırası deyirəm ki, yəni əlifdən tutmuş axıra qədər, yəni xanımların adı qeyd olunub tarixdə. Amma mən elə hesab edirəm ki, bu xanımların hamısının adını çəkməyə bizim vaxtımız yetməz, amma içərilərindən bəzilərinin adını istəyirəm zikr edək. Həm tanımış olarıq, çünki mənim özümə də çox maraqlı idi bu xanımların adını eşidəndə, onların həyatında olanları oxuyanda. Və yavaş-yavaş, yəni ardıcıl şəkildə az da olsa bu xanımlar haqqında məlumatınız olsun və tanış olaq. Tarixdə xanımlar olub ki, bəziləri şairi olublar, gözəl şeirlər yazıblar və bu şeirlərlə Əhl-i-Beyti məth eləyiblər. Bu özü də bir xidmətdir İslama, dinə. Və bu xanımlardan, məsələn, Ağa Dust adında bir xanım olub, onun adını zikr etmək olar. Ya Ağa Kuçək adında bir xanım olub. Yəni bunlar şairə xanımlardır ki, şeirləri ilə İslamı, dini və Peyğəmbər və Əhl-i-Beyti məth etmiş xanımlardılar. Sonra tarixdə Asiya binti
Carullah Saleh Şibani Təbəri adında bir xanım idi ki, bu xanım haqqında deyirlər ki, yetərincə kamal sahibi idi. Xanım özü alimə idi, savadı var idi və eyni zamanda bu xanım peyğəmbərdən hədislər nəql eləyirdi. Yəni belə görünür ki, bu xanım araşdırmaçı olub, dini araşdırıb peyğəmbərin hədislərini, yəni doğruluğunu, zəifliyini hamısını araşdırıb və bu hədisləri sonra hər yerdə nəql edirdi. Yəni bu özü də bir dini təbliğ idi ki, xanım bu işi görürdü və hətta buyururlar ki, yəni tarixdə yazılır ki, Suyuti onun nəql etdiyi hədislərdən istifadə edirdi. Yəni əksəriyyət hədisləri o xanımdan götürmüşdü və istifadə edirdi, öz kitablarında tətbiq edirdi. Və bu xanım ki, Asiya binti Carullah Saleh, bu xanım dedi ki, hədis nəql eləyirdi və hədisləri ona icazə verilmişdi ki, nəql olunsun. Çünki onun savadından irəli gəlirdi. Alimə xanım idi, özü araşdırmaçı idi. Bəli. Və bu işlə məşğul idi və ona görə də alimlərdən bir neçəsi ona icazə vermişdilər. Hətta qeyd etdik ki, Suyuti də ondan hədisləri götürüb öz kitabında istifadə edirdi və ona icazə verən alimlərdən birinin istəyirəm adını çəkim ki, bu işdə ona icazə verib ki, bu işi görsün. Muhammed bin Abdurrahman bin Şəmsüddin Səxavi adında alim olub ki, onu icazə verib ki, həmin xanım bu işlə məşğul olsun. Yəni o qədər savadına ehtimad edirdilər ki, bu xanım artıq bir növ təsdiq almışdı, icazəsi var idi ki, bu işi görsün və bu xanım 796-cı və 872-ci illərdə yaşamış bir xanımdır. Digər bir xanım Aminə binti Əli bin İbrahimdir ki, bu xanım haqqında da yenə də belə nəql olunur ki, tarixdə xanım alimə idi, savadı var idi, öz işinin mütəxəssisi idi və eyni zamanda bu xanım da hədis nəql eləyirdi və araşdırmacı bir xanım idi ki, həmin bu xanım da 664 və 740-cı illərdə yaşamışdı və İslama böyük xidmətləri olmuşdu bu xanımın ki, həmin bu hədisləri toplamaqla, nəql etməklə, insanlara çatdırmaqla bu xidmətini yerinə yetirirdi. Daha sonra Aminə binti Abid bin Əli bin Həmzə Təbətəbai Ələvi qızı idi və bu xanım da yenə də eyni digər xanımlar kimi alimə olmağı haqqında, savadı və elmi haqqında məlumat gəlib ki, həqiqətən də savadlı, iffətli və kamal sahibi bir qadın idi və eyni zamanda da yenə də hədis nəql eləyirdi. Yəni hədis elmində bu mütəxəssis bir xanım idi. Maşallah Ülkər xanım, nə qədər hədis nəql edən xanımlarımız var. Bəli, yəni hədis elmi deyəndə bəzilərinə bəlkə asan gələr ki, nə var ki, hədisi çox çətin bir oxudu, elmdir, bəli. nəql etdi, yox. Hədisi nəql etmək üçün əvvəl onun elminə öyrənməli, rical elminə Bəli. baxmalıdır, onun elmini öyrənməlidir. Sonra o hədisin hələ səhihliyi, mursəl Bəli, olmağı, düzgünlüyü. zəif olmağı, həsən olmağı, bunlar müəyyən olunmalıdır. Sonra onların hamısı qeyd olunandan sonra hədisi nəql etmək olar. Və yəni belə deyil ki, bir hədisi nəql edək və heç bir sənəd də gətirməyək bunun haqqında. Yəni sənədlər elə belə əldə olunmur. Gərək neçə dənə ravidən nəql olunsun. O ravilərin özünü tək-tək tanımaq lazımdır. Ravilərin içində gərək yalançı olmasın, həmişə düz danışanlar Çox olsun və yaxud da çətindir, ki, o bəli. ravilərdən kimsə gedir peyğəmbərə çatır. Onu müəyyən etmək üçün sonra bölünür həmin o hədislərin növünə ki, bu hədis səhihdir, bu hədis zəifdir, mürsəldir, Yəni neçə həsəndir. mərhələdən Bu keçir? neçə mərhələdən keçir bu. Yəni elə belə asan bir elm deyil. Bu özü də böyük bir məharət istəyir Bəli. ki, bu işlə məşğul olsun. Yəni alimlər var ki, demək olar ki, ömrünü verir ki, hədislərin səhihliyini, zəifliyini, mursəl olmağını üzə çıxartsınlar və onu da, yəni təkcə bu dünyada məsələsi deyil. Bu dünyada əgər bu hədisi araşdırdı, bu cür dedisə, bunun qiyamətdə də Yəni məsələsi cavabı var var, ki, bəli. cavabı var. Yəni belə deyil ki, Məsuliyyətli bir bəli, işdir. məsuliyyətlidir. Yəni durub hədisi deyim və deyim ki, hə, səhihdir bu hədis. Yox, özümüzdən deyə bilmərik.
Bunun özünün mərhələləri var ki, bu bütün mərhələlərdən keçməlidir ki, ondan sonra müəyyən eləyəsən bu hədisin səhihliyini. Ona görə də asan bir mərhələ deyil, elm sahibi olmaq lazımdır. Və bu xanım da 5-ci, 6-cı əsrlərdə yaşamış bir xanımdır və İsfahanda yaşayıb bu xanım, İsfahan şəhərində və orada Əbi Muhammed Rəzzaqullah Təmimidən hədislər nəql edim. Yəni onun elmi həmin şəxsdən olub. O həmin şəxsdən bəhrələnib bu elmi öyrənib və sonra özü də alimə bir xanım olub. Digər bir xanım Aminə binti Abdülkərim olub ki, o xanım da 5-ci, 6-cı əsrlərdə yaşamış xanımlardır və həmin dövrlərdə yenə də hədis elmini məşğul idi, yəni hədis nəql edən xanımlardan idi, alimə idi və onu da alimlərdən təsdiq edənlər var ki, həmin bu xanım doğru hədis nəql eləyəndir. Doğru hədis nəql eləyən bir xanımdır. Sonra tarixdə qeyd olunan xanımlardan var ki, Ardə adında bir xanım var idi. Ardagin adında xanımlar olub ki, yəni bunların adlarını sadaladıqca bitməz. Yəni mən bayaq da xidmətinizə çatdırdım ki, bu xanımların yəni siyahısı əlifba sırası ilədir. Bunların hamısı düzdür, bizim indi adlarını çəkdiklərimizin hamısı demək olar ki, hədis elmi ilə məşğul olublar. Amma o dövrdə bir dənə də məsələ var idi ki, hədis elminə daha çox ehtiyac var idi. Çünki hədislər az gəlib çatırdı, onların düzgün ya məsələn səhv olmağı haqqında məlumatlar az idi. Bu elmə daha çox ehtiyac var idi və ona görə də bu işi görürdülər və alimlər daha çox bu yöndə fiqh tərəfində və hədis elmində daha çox inkişaf etmişdilər. Və həmin dövrlərdə bu xanımlar bu işlə məşğul idi, yəni hədis elmi. Onlardan öncəki adların sadaladığımız xanımlar şairlik eləyirdilər. Bəzi xanımlar var idi tarixdə ki, tədris edirdilər öz elmlərini, yəni Quran öyrədirdilər xanımlara, yəni dərs deyirdilər və bu özü də böyük bir xidmətdir İslama. Həqiqətən də biz yəni bunları deməkdə məqsədimiz budur ki, əgər hər hansı bir xanım bir bacarığı varsa, bir istedadı varsa, bunu mütləq ətrafındakı xanımlarla bölüşməlidir. İnsanlara çatdırmalıdır. Çünki bu, yəni belə olmasın ki, təkcə mən oxuyum, bu elmin faydası olmaz. Elmin yəni zəkatı var, belə deyək. Bəli, bunun faydası olmaz. Çünki o elm o zaman o elm olur ki, onu paylaşasan. Yəni oxuduğunu paylaşasan. Bu birinci nöqtəsi. İkinci nöqtəsi də budur ki, oxuduğun elmə əməl edəsən. Bəli. Belə də olmamalıdır ki, mən oxuyum, əməl etməyim və yaxud da ki, başqalarına deyim. Bəzən də fikirləşirlər ki, mən oxudum, özüm əməl etmirəm, bunu deməyim, heç kəsə çıxım danışmayım, mən hələ özüm düzəlməmişəm. Bu təfəkkür də səhvdir xanımlarda. Belə xanımlarımız təəssüflər olsun ki, var. Özləri öyrənirlər, mən özümü düzəltməmişəm. Mən edə bilmərəm, mən danışa bilmərəm, hələ öyrəndiklərimi çatdıra bilmərəm. Məncə, amma istifadə etdikcə o elmi insan özünə də təsir qoymağa başlayır. Bəli. Bu cür də var. Əhsən. Yəni, insan oxuduğuna əməl etdikcə, tədricən özünə də, ruhuna da, həyatına da təsir qoyur mütləq şəkildə. Yəni, bu cür fikirləşmək lazım deyil ki, mən hələ, yox, sən başla. Başla, eybi yoxdur. Məsələn, bir hədis oxudun, o hədisdən bir əxlaqi nöqtə gördün. Məsələn, misal olaraq qeybət etmə məsələsi. Əgər səndə o xüsusiyyət varsa, yəni o xüsusiyyəti istəyirsən aradan aparasan, əksinə onu başqalarına deyərək, özündə tətbiq edərək. Sanki özündə utanacaqsan, xəcalət çəkəcəksən ki, mən onu deyirəm, amma özüm əməl etmirəm. Yəni bu işi görəndə fikir verin, həm elmi başqasına çatdırıram, onu o haqda başqasına məlumat verirəm, həm o işi özüm yerinə yetirirəm. Sanki həm qarşımdakı, həm özümə dərs keçirəm. Bəli, tədricən o vəziyyətə gəlib çatır ki, insan
özü başlayır artıq bir də görürsən ki, həmin xüsusiyyəti özündən uzaqlaşdırmısan. Bu əslində gözəl xüsusiyyətdir. Yəni biz əgər yəni Əhl-i-Beytin tarixinə, Əhl-i-Beytin yaşayış tərzinə baxsaq, peyğəmbər və Əhl-i-Beytin yaşayış tərzinə görərik ki, orada özlərinin də tövsiyəsi budur ki, elm əməlsiz olmur. Yəni sən əgər istəyirsənsə elmi mükəmməl şəkildə dərk edəsən, gərək ona əməl edəsən. Çünki əməl etməsən o elm çıxıb gedəcək. Yəni bir gün səni tərk edəcək. Çünki niyə? Onun üzərində təcrübən yoxdur sənin. Oxumusan, belə deyək, əzbərləmisən, elə orada da qaldı. Amma insan bir şeyi öz həyatında tətbiq edəndə, o onun artıq ruhuna hopur, həyatına Bəli. hopur və artıq Yaddaşına həkk əməllərinə olunur. Bəli. təsir göstərir. Ona görə də xanımlar heç vaxt deməsinlər ki, mən özüm bir yerə çatmamışam. Yəni bu özü səhv düşüncədir xanımlar üçün. Bəli. Səhv düşüncədir və gərək bu işi yerinə yetirsinlər. Bəli, dedik ki, xanımlar gərək o işə riayət eləsinlər və başlamaq üçün heç vaxt gec deyil. Yəni Bəli. biz bilmirik bu gün sabah nə baş verəcək. Ona görə də gərək biz özümüzü düzəltməyə çalışaq və öyrəndiklərimizi insanlarla paylaşaq. Və tarixdə adı çəkilən digər bir Aminə xanım var ki, bu xanım Aminə binti, yəni İmam Musa ibn Cəfərin qızıdır. Bəzi tarixi məlumatlara görə bu xanım Məşəddə dəfn olunub. Bəzilərinə baxanda xanımın Misirdə, Qahirədə dəfn olunduğuna işarə edirlər. Yəni bunun haqqında dəqiq məlumat yoxdur ki, hansı səmtdə dəfn olunub, amma belə bir xanım olub, İmam Musa ibn Cəfərin qızı olub. Və bu xanımın alimə olmağı, iffət sahibi olmağı, yəni tarixdə qeyd olunub. Təbii ki, imam qızıdır, imam tərbiyəsi görüb və bu xüsusiyyətlərə malik bir xanım idi. Hətta bu xanımın xadimlərindən biri bu xanım haqqında möcüzə nəql edir, belə deyək ki. Çünki xanım iffət sahibi idi, dindar idi, abid bir xanım idi, abidə idi və dini o qədər mükəmməl bilirdi və ibadətində heç bir naqislik yox idi bu xanımın. Və bu xanımın xadimi, yəni məzarında olan, yəni hərəminin xadimi nəql edir ki, hər axşam bu xanımın qəbrindən Quran tilavətinin səsi gəlir. Yəni belə başa düşülür ki, bu xanım öz qəbrində belə, yəni Quran tilavət edir. Sanki bunu demək istəyirlər. Yəni Quran səsi gəlir bu qəbirdən. Və həmin bu xadim də təəccüb eləyir bu məsələyə ki, bu necə ola bilər ki, qəbirdən Quran səsi gəlsin, tilavətin səsi gəlsin. Bir gün həmin bu xadim bir nəfər onun yanına gəlir və yağ gətirir. O vaxtı qədimdə bilirsiniz ki, belə işıqlar yox idi və hamısı lampadan istifadə edirdilər ki, lampaya yağ tökürdülər, fitili yanırdı onun. Həmin lampalar üçün yağ gətirir bir şəxs. Və bu xadim nə qədər istəyir bu fitili yandırsın, yandıra bilmir. Nə qədər cəhd eləyir, yandıra bilmir. Bütün yağı da töküb həmin o lampalara ki, həmin qəbrin əhatəsi işıqlansın və işığı nurlu olsun. Nə qədər çalışır, heç birisini yandıra bilmir. Sonra qaranlıqda qalır bu xadim və bunu yuxu tutur. Və yuxu tutandan sonra həmin bu xanım, Aminə, İmam Musa ibn Cəfərin qızı onun yuxusuna gəlir. Və ona buyurur ki, biz pak nəsilik, pak ailəyik, bizim haramdan işimiz olmaz. Bu sözü deyir. Və xadim yuxudan ayılır, çox təəccüb eləyir. Sonra yuxuda bir kəlmə də işlədir ki, xanım ona, bu yağı kimdən almısansa, get ona denən ki, bir də bu işi görməsin. Və bu şəxs, xadim gedir yağı ona verən şəxsdən, yəni bu tərəf istəyirdi ki, bir savab iş görsün, yağ verib ki, xanımın hərəmi nurlansın, işıqlı olsun və bu işi görmək əvəzinə bu işdə demək ki, bir haramlıq qatılmışdı həmin işə. Və bu xanım yuxuya gəlir, xadimə bu cür deyir, xadim gedir həmin şəxsin yanına. Buyurur ki, mən yuxuda xanımı gördüm, xanım mənə buyurdu ki, biz pak nəsildənik.
bizim işimizdə haram qatılmaz. Bizə haram olmaz. Biz haram işlərdən uzağıq. Həmin o şəxs çox təəccüb edir və xəcalət çəkir, utanır. Bəli. Təbii ki, utanır və buyurur ki, xanım düz deyir. Bu yağı alanda içində bir haramlıq qatılmışdı. Bəli. Haramlıq qatılmışdı və bu xanım onu agah eləyir və o kişi həmin anda tövbə eləyir və bir daha həmin o satdığı yağa heç bir zaman haram qatmır. Çox sağ olun Ülkər xanım. Vaxtımız da sona çatdı. Minnətdarımızı bildiririk. Çox gözəl mövzular idi həqiqətən. sağ İnşallah olun. izləyicilərimiz bəhrələnər. Çox İnşallah. sağ olun. Təşəkkür edirəm. Bəli, əziz tamaşaçılar, vaxtımız bitdi. İnşallah yeni mövzu ilə gələn verişdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.